Hello əzizlərim, bilirsiniz ki, göz değməsi var. Bu göz değməsi insanın gözündəki ultra bənövşəyi şüaların olmasındandır. Kimi də az, kimi də çox. Hətta deyirlər ki, insan çox istədiyindən insanı digərini gözə gətirir. Deyirlər ki, ana çox istədiyindən körpəsini gözə gətirir. Hansı ana istər ki, pis olsun? Körpəsinə, düzdürmü? Amma iki tip göz gətirən insanlar var. Yəni o ultra şüalar hamıda var. Var. Özündən asılı olmayaraq, yəni mən elə insanları da tanıyıram və inandırım sizi ki, öz uşaqlarını da gözə gətirir. Ona görə qorxusundan uşaqlarının ailəsinin uğurunu belə demir. Həmişə başlayır ki, elə bil ki, belə deyək də, el dinləndirsə, onlar üçün ağlamağa başlayır. Söhbət ondan getmir ki, o mənim yanımda desə, ya kiminsə yanında desə, o uşaqları, yaxın ətrafı gözə gələcək, özü bilir. Də, yəni o insan. Elə insanlar var, məsəl üçün, tək uşağı yox, məsəl üçün, evin tərifləsin, evin gözə gətirəcəyindən, nəyisə tərifləsə özünə aid gözə gətirəcək. Var da insanlar paxıllıqdan. Məsələn, mənim bir rəfiqəm vardı, o paxıllıqdan idi. Amma yeri gələndə məndən qabaqda gedirdi. Deyim ki, məsələn, dayım gəlin indi deyək, kasıb yanadır. Nə dövlətdir amma. Düzdür, kasıbdır. Dövlətdə deyil, mən belə deyirəm. Nəysə, amma məsəl üçün, o rəfiqəmin maaşı da qəşəng idi. Pərəstişkarlar da hər istədiyini gözə gətirirdi, qoyurdu qabağına. Qud isə deyir, su, qad isə yemək, nəsə belə bir şey var. Məsəl üçün, mən iPhone alanda demişəm. Elə partlamaya düşmüşdü ki, mən o iPhone-u kreditlə götürmüşdüm. Öyle kredit ödəmişdim. O iPhone alınandan yatırdı. 4S idi yanılmamız. Sonra bir çanta almışdım. Adi bir çantaydı. O vaxt 40 manata. Bunun da xoşuna gəlmişdi. Dedim ki, dedi apararsan, dedim mən apararam, nə var ki? Elə oldu ki, həmin o 3-4 gün ərzində biz getmədik. Çanta nətər pis günə düşdü. Zamoku xarab çıxdı, bağlanan yeri. Və sonra özü getdi, aldı, ona da indirim elədilər, rəfiqəsi də aldı filan bəs məkan. Eləcə mən iPhone 7 udmuşdum. Mən gecəm axı, mən bilmirəm də. Mən buna nətər dedimsə, necə bəxtəvərlərdirsə, inansız. Əlimdən belə elə bil ki, çaşqanı götürüb kimsə çırpdı kompüterumun üstünə, kompüter xarab oldu. En qədər xərc çəkdim, o kofi dağılmışdı üzərinə. Eləcə mən Türkiyəyə gedəndə dünyanı gəzir, bütün dünyanı gəzir indi. Elə o vaxt yaxşıca gəzir, dolanırdı, tur poyezdkalara gedirdi, turistik. O da mən Türkiyəyə gedəmədim. Gah nə bilim, vəziyyət ağır oldu, atmayı itirədilər. Gəh mən iş dəyişməli oldum. Sonra elə oldu, nə bilim, yenə nəsə oldu. Sonra da pulum olmadı. Bir də sonra ya mənim dayım gəldi ki, yaxşı, sən niyə gözə gətirsən? Yeri gələndə mən reklama Instagramda bir dənə tort götürdüm, üstündə pul almadım. Gələ bir 100 manata pul alıydım. Onu da bilərdim. Oturub məndən qiymət olsun. Amma yeri gələndə mənim anam xəstə idi və biz Novruza tort sifarişi, tort neymiş, şəkərbura sifariş vermişdi. Şəkərburası taksibə sayıcı ol, pulum da getdi. Paxlava tulladım getdi, sözün əsl mənası. Onun pulunu aldı. Yaxşı, başa düşürəm, ola bilsin kasıbdır. Deyərdi ki, ərzaqın pulunu verin, əl xərcini başqalarına necə eləyir? Gəlin, mən də eləydim başqalarına necə, sənə də elə. Başqalarına bəlkə də az pul alardım, amma sənə bir 100-150 manat tortun üstündə alardım, onda şöçük qoyardım mənə ki, mən nə qədər qazanırım. Yaxşılıq yox da. Tək mənə yox, elə baldızın qaynanasının ad günündə də pulla eləmişdi. Bəlkə də əri elə bilir ki, pulsuz eləyib, xeyr, hamısını. Halbuki baldızgilin nəsillərindən qalmada ərinə məxsus olan, ərinin atənisinə məxsus olan rayondakı evdə gedib hər il dincəlirdi, eləyirdi. 100% də əminəm ki, pul vermirdi o yerə. Yəni, belə də var. Amma gözə gətirir mənim. Eyb yoxdur. Tək ki, mən elələrinin gözündə necə bəxtəvərəm, pulluyam, elə olum.
Mənim indiki halım onlara qismət, Allah damarızı qoymasın. Yəni var. Məsəl üçün adam tanıyıram ki, bacısını gözə gətirir. Özü qaz vurur, qazan doldurur. Məsəl üçün bacısı gedib xarici işləməyə. Bunun da arzusu idi, onun da. Bacısı bundan zəif bilirdi ingilis dili. Bu qəşəng bilirdi. Bacısı sonra öyrənmiş. Onu götürmüşlər, bunu yox, onun sevisi keçmişdi. O qız hələ deyarıb, o işdən bu işə, bu işdən o işə, o işdən bu işə, bu işdən o işə gedirdi. Göz pis şeydi. Gözlərdən uzaq olun, gözdarlardan uzaq olun. Xüsusilə ikinci tip paxıllıqdan. Birinci tiplərdən də uzaq olmaq lazımdır. Amma birinci tip özündən asılı deyil, öz yaxınlarını da gətirir. İkinci paxıl gözdarlardan uzaq olun. Mən bilsəydim, padruqam da ağlım kəsməmişdi. Bu bursunda xasiyyətini bilmirdim. Paxıl gözdarlardan uzaq olun. Allah hər kəsin ürəyicə, qəlbicə, əməlicə versin. Və bu dünyada da verir. Mən həmişə deyirəm ki, mən paxıllar qabağa gedir, getmir. Deyirəm, axı gedir. Deyir, yox, bilirsən necə getmir. Ola bilsin gedir. Sadəcə o qədər paxıldır ki, ətrafındakının uğurunu görür, amma öz uğuru ondan üstün olarsa, onu görmür. Məsəl üçün, görmür ki, öz uşağı sağlamdır, sənin uşağın xəstədir, özü hər dəlikdən pul qazanır, mənim rəfiqəm kimi yaxşı pullar və yaxud daim gəlini kimi fabirlikdən, tortdan, oradan, buradan, zəhmətləri ilə qazanır. Mən də halal zəhmətimlə qazanıram. Onu görmür. Ona görə də deyirlər ki, və yaxud o bacısını gözə gətirin, axı sən özün qabaqda gedirsən, ya bacını gözə gətirirsən. Sonra bizdə bir qız var idi, mənimlə bir qız işləyirdi, kifir qızı idi, çox kifir idi, evdə qalmış idi, amma özünün dünya gözəli sahibdir, məndən də bir qız, yəni məndən də böyük idi. Amma qəşəng, o da halal zəhmətlə qazanır da, söz yox. Amma elə bəxtəvərliyirdi. Daha bir işçimiz var idi, əməkdaşımız var idi da. Gəlin, elə bil ki, 3-4 günün, bir həftənin gəlinim olmuş, nəsə olmuşdu. Ya bir ayın, nəysə belə çox az müddətin boşanmışdılar. Bu yazıq qıza elçi gəldi. Buna nətər, bəxtəvər dedisə, inanın 3 gün keçmədisə o nişanlısına ayrıldı. Sonra iş elə oldu ki, o iş yeri bağlandı, hərəmiz bir yana dağıldıq. O qız mənim dostluğumdadır Facebookda, bilirəm. Sonra bir gördüm ki, ərə də getdi, o kim ki gözə gətirmişdi, uşaq da dünyaya gətirdi. Daha bilmədim, ikinci dəfə nişanlandırdığına getdi, yaxud kimə getdi. Yəni, gözdar insanlardan uzaq olur. Hələ, əgər onların nədəsə bəxti gətirmirsə, hələ iç dünyalarının pis olmağından gəlir. O paxıl gözdarlar bizi necə bəxtəvər görürsə, elə də bəxtəvər olur. Amma bəxtəvər olmadığımız halda bəxtəvər görünən əsl həyatımız onlara qismət və onların sevdiklərə qismət. Sizləri sevirəm. Paxıllardan, gözdarlardan uzaq olun. Sadəcə yadıma düşdü ki, 2 cür gözdar olur. Bir, özündən asılı olmayaraq səbəblərdən, bir də nəfsdir.